Salam dəyərli kanal izləyiciləri, mən Tural müəllim 11 may qəbula düşən 88-90 tipli sual izahını verirəm. Qeyd edim ki, bu sual çox tələbədə çətinlik yaradıb, ona görə izah vermək qərarına gəldim. İnşallah ki, bu izahdan sonra aydın olar. Deməli, bunun əvvəlcə məntiqi necə gedir? Mən bütün cərgələrdə kiçik ədədləri dairəyə alacağım və deyəcəm məntiqini. 3-ü, 16-nı, 3-cü cərgə hələ ki əldə edirəm, o haqda məlumat verəcəm, 4-ü və 15-i. Burada hər dəfə baxın, kiçik ədədləri digər ədədlərdən çıxanda, bax məsələn, birinci cərgədə 10-dan 3 çıxanda neçə qalır? 7, 16-dan 3 çıxanda 13 və 8-dən 3 çıxanda 5. Bax, bu fərqləri yazıram bura. 7, 13, 5 və bir də 11 fərqi yaranır. Onu ikinci cərgədən görəcəyik. Deməli, bir də 11 olmalıdır fərq. Yəni, x-in qiyməti elə bir qiyməti olmalıdır. Biz həmin cavabı sıranın ən balaca ədədi 3-dən çıxanda 11 olsun. Yəni, x-in qiyməti nəticədə 14 olacaq. 14-dən 3 çıxanda 11 qalır. İndi ikinci cərgəyə baxın, sıranın ən balaca ədədi 16-dır. Y-dən, yəni 27-dən 16 çıxanda 11 eləyir. Bax, həmin fərq burada var. 21-dən 16 çıxanda 5, həmin fərq var burada. Sonra 23-dən 16 çıxanda 7. Burada deməli 13 olan fərq yoxdur. Yəni, y-in qiyməti elə bir qiyməti olmalıdır ki, biz həmin cavabı, yəni 16-dan çıxanda 13 olsun. Deməli, 13 olsun. Ona görə də y-in qiyməti olacaq. Burada 29 olacaq. Y-ə yazıram 29. Gəldik z-ə. Aha, əgər biz burada sıranın ən balaca ədədini 2 götürsək, burada belə bir şey yaranır. 40-dan 32 çıxanda 8, 34-dən 32 çıxanda 2, 38-dən 32 çıxanda 6 bu ədədlər yaranmır. Deməli, burada əslində sıranın ən balaca ədədi z yox, sıranın ən balaca ədədi 32 yox, daha doğrusu z-dir. Sıranın ən balaca ədədini biz z kimi götürəcəyik və z-in də qiyməti 27 olur burada. Fikir verin, 32-dən 27 çıxanda 5, bax, buradakı ədədlər yaranacaq. 5 yaranır, sonra 40-dan 27 çıxanda 13, 34-dən 27 çıxanda 7, 38-dən 27 çıxanda 11. Bu ədədlər yaranır. Deməli, z-in qiyməti 27-dir. İndi g-nin qiymətini tapmaq üçün, baxaq, burada 17-dən 4 çıxanda 13 var fərq, 15-dən 4 çıxanda 11 fərq var, 9-dan 4 çıxanda 5 var. Hansı fərq yoxdur burada? 7 olan. Yəni, g-dən biz sıranın ən balacadır, 4-ü çıxanda 7 olmalıdır. G-nin qiyməti onda 11-dir. G-yə 11 yazırıq ki, 11-dən 4 çıxanda 7 yaranır. Çünki qalan bütün fərqlər yaranıbdır. Və axırıncı deməli, f-i də tapaq. F-i də tapaq deməli. İndi f-i də tapmaq üçün biz artıq yenə də sıranın ədədlərini 15-dən çıxmalıyıq. Burada ən balaca ədəd 15-dir. 22-dən 15 çıxanda 7 eləyir. 26-dan 15 çıxanda 11. 28-dən 15 çıxanda 7 eləyir. Burada fərq 20 olan yoxdur. Yəni, f-dən elə bil 5 olan yoxdur. F-dən 15 çıxanda 5-ə bərabər olmalıdır. Hansı ədəddən 15 çıxanda 5 eləyir? 20-dən. Deməli, f-in də qiyməti 20-dir. Beləliklə, bütün ədədlərimizi tapdıq burada. x 14, y 19, z 27, g11, f isə 20-dir. İndi bir-bir cavabları tapacağıq. Nəzərə alaq ki, 3 sualımızı əhatə edir bu sual. Deməli, indi 88-də bizdən z-i soruşur. Biz z-ə 27 tapmışıq. Deməli, burada cavab c-dir. 89-da bunların cəmini istəyir. Hamısını toplasaq 101 eləyir. Fikir verin. 14, 29, 27, 11, 20-ni toplayanda 43, 70, 81, 101 eləyir. Bunu həm də belə də tapa bilərdiniz. Burada zaten yuxarıdan aşağı hamısının cəmi 101 eləyir. Məsələn, 3, 27, 32, 17, 22 bunları toplayanda 101 eləyir. 10, 21, 40, 15, 15 toplayanda yenə 101 eləyir. Yəni, ən azından əgər tam həllini bilməsəniz, 89-u dəqiq tapmaq olardı 101. 90-da indi aparıb yerinə qoyacağıq. Y-dən z-in cəmindən digər ədədlərin cəmini istəyir. Y 29, z-imiz isə 27-dir. Yazırıq 29 üstə gəl 27. Digər ədədlərə də nə tapdıq biz? X-a 14 tapdıq. G ilə f isə 11-dən 20. 14, 11, 20. Bunların cəmini çıxmalıyıq. Deməli, yəni 56-dan biz çıxırıq. Nəticədə 45-i, o da 11 verir bizə. Düzgün cavab olur B variantı. Gəldik video izahının sonuna. İnşallah ki, izahın köməyi dəydi. Hər birinizə uğurlar, bol şanslar arzulayıram. Kanala abunə olmağı unutmayın. Növbəti izahlarda görüşənə qədər.